Hər kəs salamlar, mən Çingiz Pəhlivan. Deməli, əziz dostlar, bildiyiniz kimi, bilməyənlər də bilsə, mən Meksikadayam və burada sirk sferasında işləyirəm, öz sahəm üzrə pəhlivanlıq edirəm. Mənə çoxlu suallar verirlər ki, Çingiz Pəhlivan Meksikaya necə getmək olar, Meksikaya necə gəlmək olar. Düzdür, mən ancaq öz bildiklərimi sizinlə paylaşacağım. İnşallah nə qədər burada yaşadıqca da videolar, maraqlı videolar çəkəcəm və sizinlə paylaşacağım. Meksikaya gəlmək çox çətindir, əziz dostlar. İndi mən sizə ətraflı başa salacağım, bunu dəqiq bilin. Çünki maşinliklər çoxdur, aldadırlar, pulunuzu alırlar və işi axıra qədər çatdıra bilmirlər. Çünki Meksikaya gələn insanların 99%-i Amerikaya qaçmaq üçün gəlirlər. Və Meksika vizasını almaq həqiqətən də deyirəm ki, çox çətindir. Niyə? Niyəsini sizə deyəcəm. Prosedurları da başa salacağım, necə gedir. Mən Meksikaya bir neçə vasitə ilə gəlmək olur və turist kimi gəlmək olur, oxumaq üçün gəlmək olur, qonaq vizası var və iş vizası var. Qonaq vizasını deməyəcəm, mən əsas sizə iş vizasını deyəcəm. Yəni, ən əsas hansı viza ilə rahat gəlmək olur, onu sizə başa salacağım və o vizanı necə almaq lazımdır, onu da sizə başa salacağım və o viza altında necə cəmaatı aldadırlar. Çünki mən burada soruşuram, mənə çox adamlar deyirlər ki, necə olur cəmaatı burada aldadırlar. Deməli, məsələ nədir? Məsələ odur ki, əgər sən Meksikaya gəlirsənsə, iş vizası, işçi vizası kimi səni bura dəvət edən şirkət, yəni hansı, məsəl üçün ad qoyaram, məsəl üçün L&M şirkəti. L&M şirkəti sənə dəvət göndərməlidir. Sənin bir dənə pasportun şəklini götürürlər, xarici pasportun şəklini götürürlər və burada miqrasiya idarəsi var, miqrasiya idarəsinə verirlər. Miqrasiya idarəsi onu 3 ay, 4 ay, 4 aya qədər, hətta 5 aya qədər araşdıra bilər o şirkətə görə. Və o şirkətdən müdiriyyətini ora dəvət edirlər, şirkətin müdiriyyəti gəlir həmin o miqrasiya idarəsinə, orada əlavə suallara cavab verir və sənə dəvət göndərirlər. O dəvət kağızı gəlir və o dəvət kağızını götürürsən, gedirsən, Azərbaycanda səfirlik var, Meksika səfirliyi, Xətai metrosunun yanında, ora yaxınlaşırsan, pasportu da verirsən onlara və bir həftə ərzində sənə ya okey, ya da yox cavabı gəlir. Çağırırlar ora, ya deyirlər ki, sənin alındı, ya da deyirlər ki, alınmadı. İndi keçdik əsas məsələyə. Bax, sən elə bir sahədə, məsəl üçün sən bir elektriksən, Meksikaya gəlmək istəyirsən, sənin M&L şirkəti müraciət eləyir miqrasiya idarəsinə. Miqrasiya idarəsində baxırlar ki, buna elektrik lazımdır, filan peşə. Və ona sual verirlər ki, sən ilk növbədə Latın Amerikası ölkəsində bu elektriki axtarmalısan. İlk növbədə Latın Amerikası ölkəsində. Yox, Latın Amerikası ölkəsində yoxdursa, Avropada axtarmalısan. Avropada da yoxdursa, sən ondan sonra Azərbaycan müraciət. Bu da çox çətin bir məsələdir. Əvvəllər asandı idi, amma indi viza almaq çox çətindir. Özə sərhədləri də bağlayıblar Amerikanın və heç almağın da mənası yoxdur. Bir para pul alacaqsınız. İndi burada bir məsələ də var. Məsələn, ola bilər ki, sənə kimsə burada hansısa bir nəsə bir yolla bir viza dəvət göndərdi. Sən getdin Azərbaycana, Azərbaycana getdin, səfirlikdə sənə oradan verdi vizavı, sevinə-sevinə mindin samolyota, gəldin bura. Gəldin bura, ola bilər ki, aeroportda oturan polis işçisi baxır sənin o şirkətin adına, görür ki, bu şirkət adında bura həddindən artıq çox adam gəlir, özə səndən məndən yaxşı bilirlər. Sənə oradan atqaz edirlər. Ola bilər ki, atqaz edirlər, buraxmayarlar, peçatı vurmayarlar. Nə qaracaqsan? Oradan sən dala qayıtmalısan. Yəni, bu yollarla sən elə bir şəxs olmalısan ki, sənin işlədiyin sahədə burada olmasın. Olsa da sən öz sahəndə çox mükəmməl bir insan olmalısan. Yəni, iş üzrə gələn insanların işi alınacaq. Həqiqətən də sən iş üzrə. Yox, sən kaskadyorsansa, gəlirsən burada elektrik adı ilə işləməyə, yəni onlar sənə sual verəcəklər. Sənə orada
aeroportda müəyyən suallar verirlər. Sualın birinə bir dənə düzgün cavab verməsən, şübhələnirlər. Yəni sizə görə deyirəm, özünüz bilərsiniz. Yəni aldadırlar. O qədər olub ki, deyir uşaqlar deyir bura Azərbaycanlılar nə qədər gətizdirmişdilər, keçə bilmədilər, təzədən qayıtdılar dala. Yəni belə bir şeylər də olur. Mən onu da sizə deyim, mən bura gəlmişəm işləməyə. Mənim yəni Meksikada işləməyə gəlmişəm. Mən Amerikaya getmək üçün bura gəlməmişəm. Mənim yəni işim var, gücüm var, şəraitim var, şükür Allaha. Düzdür, Azərbaycanda mən neçə il işlədim. Gəldim, Azərbaycanda istədim işləyim, bir şərait qurum, qanuni sənəd düzəltdim, hər şey elədim. Mənim məktəbə buraxmadılar. Məktəbə girməyəndən sonra, mən biletimi satmayandan sonra mənim orada nə iş görə bilərəm? Girdim TikToka 1 ay, 2 ay sağ olsunlar, dəstək oldular. 5 manat, 10 manat qazandıq. 1-2 ay başımızı fırladıq TikTokla. İndi TikTok işləyir ki, bütün gün mən oturub TikTokda TikToker eləyən deyiləm ki, bir gün hədiyyə olur, bir gün hədiyyə olmur. Adam özü də utanır ki, hər dəfə girlər dəstək olurlar. Sağ olsun, mənə dəstək olanlar var olsunlar. Amma dövlət tərəfindən mənə heç kim dəstək olmadı. Mən günü bu gündə özüm öz gücümə, öz bacarığıma gəlib burada və yaxud da başqa bir ölkələrdə işləyən adamam. Bu ki qaldı, yəni pəhlivanlığa, sirk sferasına. Bacarıqlı gənclər var, sadəcə olaraq biraz dünya görüşünüzü artırın. Yəni oturub gözləməyin ki, sizə kimsə hardansa dəstək olacaq. Siz bir çıxış yolu tapın, başlayın sirklərdən. Heç vaxt da böyük sirklərə girə bilmərsiniz. Eşeğe minin ata çatınca. Gedin balaca xarici ölkələrdə, Rusiyada, nə bilim Qazaxstanda, Türkiyədə. Ölkədən çıxmalısan, sən ölkədən çıx, kanallar tapacaqsan. Çinin vizasını götürüb gedin Çində işləyin. Əgər bacarığınız varsa, gedin işləyin. Güya sən Azərbaycanda nə qazanırsan? 250-300 manat sirk sənə pul verir. Amma ölkədən çıxmaq lazımdır, hərəkət eləmək lazımdır. Tənbəl adam irəli gedə bilmir. Mənim ilk dəfə, mənim videolarıma da baxa bilərsiniz ki, mən məqsəd qoymuşdum ki, mən bu sahədə dünya üzrə tanınacam. İnşallah dünya üzrə. Düzdür, bizdə dünya deyəndə Binəqədin Kuruğundan o tərəfə keçənlər deyir ki, bizi dünya tanır. Xeyr. Meksikada Azərbaycanı tanımırlar. Amma inşallah mən Meksikada Azərbaycanı tanıdacam. Yəni öz sahəmlə, öz qeyri-adi gücümlə. Əlavə nəsə suallarınız da olsa Meksika haqqında, nə bilim, nəsə viza haqqında kommentariya yazarsınız. Yəni kommentari oxuyuram və o sözlərə uyğun fikirləşəcəm, videolar çəkəcəm. Yəni sizə köməklik eləyə bilərəm. Amma yenə də deyirəm, çalışın qanuni yolla gəlin, qanunsuz yolla gəlin. O boyda xərc eləyərsiniz, nələr eləyəcəksən, gələcəksən. Yəni tutuldun da aeroportda qaytardı. Və yaxud da ki, gələrsən, girərsən, Allah eləməsin, düşərsən, deyirlər ki, keçirdirlər ora, yəni o da təhlükəlidir, həyatını risk atacaqsan. Heç nə, sağ olun, kanala abunə olmağı unutmayın, öpürəm. Mən Çingiz Pəhlivan, hələlik.